Evet, Evet. bugün o başında sarı kral tacı olan karakteri yoktu. Sadece animatör mən, yəni Yusif var. Bugün sizə Yusif Azikin kimdir onu danışacağım. Yəni senaryoları necə fikirləşirəm, animasyon çətindirmi, asandıırmı? Onları danışacağım. Saçım burası qalxmış ola bilər, dalğa keçib. Onu danışacağım. Yəni bu video vlog tarzında olacaq. Yəni bu videonu çəkmək üçün meşəli kimi bir yerə gəlmişəm. Aprel ayında olduğumuz üçün bizə yaşıllıqdır. Təcədən meşəyə oxşar. Yəni çox uzatmadan videomuza keçək və sizə danışım. Bu kimdir? Sən kimsən? Sizə kim olduğum haqqında danışmaq istəyirəm. Mən Yusif Əliyev, 14 yaşında normal uşaq bir youtuberəm. Normal uşaq youtuber. Yəni bu kanalı açmadan qabaq mənim hardasa 15, 16, 20 dənə falan kanalım olub. Bəzilərində tək olmuşam, bəzilərində dostlarımla bir yerdə ekip kanala açmışam. Amma indiyənə qədər ən əmək verdiyim və ən çox sevdiyim kanalım da bu olub. Yəni əvvəlki kanallarımda hər cür video paylaşırdım da. Bir gün oyun videosu, bir gün vlog videosu, bir gün nə bilim challenge videosu, bir gün edit videosu. Kanalda hər cür şey var idi. Elə kanallar daha tez inkişaf edir bu arada. O kanalımda 800 falan abunədə idim. Sonra YouTube o kanalı bağladı. Yaxşı ki də bağlayıb, məncə bağlanmalı kanal idi. Niyə bağladı orası? Mən də bilmirəm, amma yəni bağlamaqda yaxşı eləyib də. Elə bir kanal ola bilməz də YouTube'da. YouTube'un adını batıran bir kanalım var idi. Sonra bu kanaldan əvvəl bir animasyon kanalım daha olmuşdu. Yəni bu rezillik ilk qabağıza çıxmayıb. Yəni başqa bir animasyon kanalım da var idi. Bəlkə köhnədən məni izləyənlər xatırlaya bilər. O zaman da bir animasyon seriyam var idi. Səhv eləmirəmsə Azi Kings-idir. Orada 3-4 nəfərli bir yerdə karakterlər. Animasyonlardan hamısını mən qururdum. Sadəcə səsləndirmədə 1-2 nəfər daha mənə kömək edirdi. O da qardaşım, dostum falan idi yəni. Yəni bu kanal elə bir ki sadəcə tək başıma işləyirəm də. Bütün karakterləri mən səsləndirirəm. Bütün animasyonlar, arxa planlar, bütün karakterlər hamısını özüm qurmuşdum. Amma o vaxtlar yəni karakterləri özüm tasarlamırdım. Özüm tasarlayırdım amma bilirsiniz nə? Elə bir ki Country Balls kimi, emoji kimi də. Yəni Azərbaycanda var idi, Qazaxıstanda var idi. Ölkələrdə belə. Yəni o kanalım demək olar 100 abunə idi, tam xatırlamıram. 100-200 abunədə bağlanmışdı. Amma o kanal da qəşəng idi. Orada bir dənə vlog kanalım var idi ayrı. Səhv xatırlamırsamsa Yusif Azikin vlog. Hələ də o kanal durur. O kanaldakı belə meşəni gəzdim adlı bir vlog var idi. Onu görüb hələ də məndən dalğa keçən dostlarım, sinif yoldaşlarım falan var. Bu arada mən bu təpəyi necə sıxılam? Sinif yoldaşlarım, dostlarım falan var. Yəni də oradan buralara gəldik. İndi 400 abunəm var. Çox abunəm olduğunu düşünmürəm. Yəni 400 abunə YouTube kanalı üçün hardasa çox azdır. Abi kadın doğru söylüyor. 2 milyon, 10 milyon abunəli YouTube kanalları da var. Mən o qədər inkişaf edəcəyimi düşünmürəm. Maksimum 2-3 min abunəyə qalxaram da yəni. Bu arada heç bir egom yoxdur. Kim sənə egom var dedi. Mənə görə elə Azərbaycandan bərbad YouTube kanalı mənəm. Yəni bu video dediyim kimi vlog tarzında olacaq. Nə danışdığımı bu dəqiqə özüm də bilmirəm. Vlog kanalından getdim yaşıma qədər danışdım. Bu arada buradan yıxılsam əlimdəki telefon buramı gölə düşür də. Bir dənə baxın. Görün qabağına gəlmişəm. Bəli, indi sizə danışım Kings serisindən. Kings serisinin əvvəl adı Azi Kings idi. O da 2 sıyla idi. 2 sığı niyə var mən də bilmirəm, amma ikonik bir şey vermək istədim də. Yəni Kings, krallar. Yəni hamı belə bir ad qoya bilər. Amma mən axırına 2 sı qoydum ki bu bizimdir də. Elə bir ki bura gələnə qədər bir çox olay yaşadım. Qurduğum animasyonlar silindi, kanallarım bağlandı. Dediyim kimi 20'ye qədər falan kanallar. Bu arada kameraya yox, bu bir tərəfə baxıram çünki üzümü görmək üçün bu bir tərəfə baxmaq zorundayım da.
Yəni neçə kanalım bağlandı. Bütün karakterləri mən özüm tasarlayıram. Yəni sadəcə Şaldi müəllimdən bir də indi müəllimin adı yadımdan çıxdı. Öz karakterimin adı necə yadımdan çıxa bilər? Yəni müəllimin adı yadımdan çıxdı. Onu sadəcə DS Orhandakı İram Hocadan örnək almışam. Saçını qəhvəyə elədim, paltarını yaşıl elədim falan. Hə, bir də Şaldi müəllimdən başqa. Şaldi müəllim onsuz da Baldi oyunundakı bığını elədim. Şaldi, Baldi. Yəni sadəcə paltarını qırmızıya boyadım. Yəni çox bir fərqi yoxdur. Sadəcə ilk bölümdə yaşıl koftası paltarı var idi. Onda da çox dəyişdirməmişdim. Dəyişdirməyə əziyyət çəkməmişdim. Ona qalsa Azikingin modelini bilirsin niyə dəyişdirdim? Çünki qaqa, sadəcə Azərbaycan bayrağının başında kral tacı var. Yəni bunu hamı düşünə bilər. Həm mənə o vaxtlar hamı çox şey yazırdı ki, Azərbaycan sənin üçün oyuncaq deyil, ölkəmizi belə giz-giz animasyonlarda işlədə bilməzsən. Ona görə də əlimə də əlcək geymişəm, bizə dəqiqə. Kameranı tutduğum əlimə əlcək geymişəm, hər an sürüşüb ora düşə bilər. Hə də, yəni niyə bizim ölkəmizi işlədisən, niyə belə? Mən də istədim ki, Aziking Azərbaycan çox oxşamasın. Kral tacının üstünə qoydum, mücəffər. Başına bandaj bağladım. Nə bilim, çox, yəni dəyişdirməyə çalışdım da karakteri. Red ilk qurulanda ağ değildi, mavi idi. Yəni niyə ağ yerinə mavi qurdum desə proqramda xəta olurdu. Elə bir ki, Red-in ağ bölgəsi silinirdi falan. Mən də rəngini dedim dəyişdirim. Yəni o nə deyim? Hə, mənim serimdə ən çox sevilən karakter birinci Kopyo, ikinci Red oldu. Kopyonu niyə sevdilər vallahi mən də bilmirəm. Məncə çox seviləsi bir yanı yoxdur. Qabağıma bax, buradan bu dəqiqə dəyişdirdim. Buradan bu dəqiqə bir Kopyo gəlsə, yəni mən çox sevinə bilmərəm də. Yəni adamı tək cırmağı ilə öldürən bir karakteri siz niyə sevdiniz? Yəni də çox deyəcəyim bir şey yoxdur. Bu video vlog hatta bittir bir tarzında oldu yəni. Gələcək planlarım haqqında danışmaq istəyirəm. Chink serisi bitəndən sonra dijital sirk tarzında 3 boyutlu animasyon yoxdur. 3 boyutlu animasyon düzəltməyi bilmirəm. 2 boyutlu dijital sirk temasında bir animasyon qurmaq istəyirəm. Kameraya baxmıram bu dəqiqə, burnumu da çəkmiş ola bilərəm. Dijital sirk tarzında bir animasyon qurmaq istəyirəm. Chink serisi bu arada 3 sezondan ibarət olacaq. İndi birinci sezon 9-cu bölümü qururam. Hal-hazırda yapım şeyindədir. Bu necə bir qol tutma şəkildə? Mən buradan necə düşəcəm? Bircə dəqiqə videomu bağlayayım. Evet. Yəni 3 sezondan ibarət olacaq. Yəni birinci sezon 10-cu bölümdə, birinci sezon 8-ci bölüm kimi savaş sahnesi kimi ola bilər. Bu arada ən çox uğraşdığım bölümün kanalımın ən çox izlənən videosu olması da məni sevindirdi. Çünki yəni mən o animasyon üzərində hardasa 1 ay, 2 ay falan uğraşmışdım. 1 ay, 2 ay uğraşdığım bir videonun nə bilim 50-60 izlənməsin sevməzdim də. Siz də çox dəstək oldunuz. Yəni o video 30 like gələcəyini fikirləşməmişdim. Dedim bir 15-16 like gələr. Amma 30 like gəldiyi üçün o video daha çox izləndi. YouTube amıca dedi ki, video 30 like gəlibsə yəqin ki bir şey var da. Yəni o video indi də izlənməyə davam edir. Hardasa dünən 240 izlənmə falan idi. Bugün 260 oldu. Normal bir YouTuber üçün videosu 260 izlənsə, hardasa YouTube'u bıraxar kimi bir şey düşünürəm. Amma mənim üçün yəni 260-280 izlənmə yəni böyle bir şeydir. Hə, bu arada sizə bir şey göstərəcəm. İndi tam görsənmir bilmirəm. Baxın, 400 abunə olmamın şərəfinə anam mənə bunu hədiyyə elədi. 400 düzəlmə Yusif Aziking. Tam görsənmir bilmirəm, amma Yusif Aziking yazır da. Yəqin görərsiniz. Bəli, bu videonun da sonuna çatdıq. 400 abunə olmamın şərəfinə vlog tarzı qısa bir video qurmaq istədim. Yəqin ki 10 dəqiqə, 11 dəqiqə falan olar. 100 binmiş amma
editdə baxaram o hissəsinə. Yəni qısaca sağ olun. Kendinize iyi bakın dostlar. Həmişə 165. Bunu unutmayın.